Bəzən bir qadının üzündə gördüyünüz sakitlik əslində uzun bir mübarizənin sükutudur. Mən həyatın çox üzünü gördüm. Elə günlər oldu ki, qadın kimi incə qalmaq istədim. Amma həyat məni kişi kimi güclü olmağa məcbur etdi. Çiyinlərimə düşən yükü heç kimə demədim. Heç kimə yoruldum demədim. Heç kimə mənim də köməyə ehtiyacım var demədim. Çünki bəzən insan anlayır ki, bəzi yolları yalnız özü getməlidir. İnsanlar məni sadəcə sakit, adi bir qadın kimi görürlər. Amma bilmirlər ki, bu sakitliyin arxasında neçə gecənin gözyaşı, neçə susulan söz, neçə tək başına verilən qərar var. Mən həm qadın oldum, həm də kişi. Həm güc oldum, həm də səbir. Amma bütün bunlara baxmayaraq yenə də bir xanım kimi qalmağı bacardım. Çünki qadının gücü bəzən qışqırmaqda deyil, səssizcə ayaqda qalmaqdadır. Və mənim hekayəm də elə budur. Heç kimə danışmadığım, amma hər gün yaşadığım bir hekayə.